də müxtəlif pək o deyilik. Bizim Günara xanımın bəli, tələbələr ümumilikdir və həssas əlimizdə o bərdə deyil ki, həm bərdələr hətta həm də xalça sənətinə. Burada belə bizim hətta belə bir yazısı da var. Burada da Ağdamda Kəbran xanımızı Əgəmən, istəyirəm xüsusi bir qeyd edəyəm Fatiməmiz, Cənab Başçının dəstəyinə Fatiməmiz Ağdamda rəssamlıq məktəbi olan Qılçalar məktəbinə dəvət olunub orada hal-hazırda var idi, bu şəkildə? Fatimənin özündən Ümumiyyətlə, Ağdam uşaqları ailələri dəstək mərkəzi gəldim ki, yeni nəfəssiz olun. yüksələn xətt üzrə inkişaf etsinlər. Köylünün yoxsullarını eləmir. Yaxşı işlər. Burada bizim sosial mərkəzi Qarabağ Dost Evi'nin sosial işçiliyi həm də ki psixoloqudur. Bizdə həm təlimlər keçirilir, təlimlərlə yanaşı, həm də həssas əhali qrupu olan vətəndaşlarımıza psixoloq xidməti göstərilir. Və mərkəz əvvəlcə Bakıda idi və artıq İsmaildə və Qarabağ, Bərdidə yerləşir. Hər də Ağdam, ətraf rayonlara xidmət göstərilir. Mərkəz deməli, bizim hal-hazırda 70-dən çox benefisiarımız var və bu benefisiarlara xidmət göstərir. Ağdamda olan benefisiarlar var ki, gəlir. Say olaraq Bərdi daha böyük, amma Ağdamda var həssas əhali qrupundan xidmət göstərilir və bizə qəbul qaydaları vətəndaşlara izah edir bizim əməkdaşlar arasındakı bizim mərkəzi xidmətlərdən necə yararlana bilərlər və yararlanmaq istərlərsə hansı formada, hansı sənədlər lazımdır, qaydaları izah edirlər burada, bu sistem üzərində. Salam. Burada Nazirliyimizin tabeliyində Sosial Xidmətlər Agentliyinin həssas əhali qrupu üçün və vətəndaşlarımız üçün hansı işləri görürlər, hansı xidmətlərdə yararlana bilərlər, artıq məlumat verirlər yaxınlaşdıqca və digər məlumatlarınızı verə bilərsiniz. Digər xanımız. Sosial Xidmətlər Agentliyinin Qarabağ regional filialının Sosial Xidmət Mərkəzi fəaliyyət göstərir. Bizdə 18 yaşa və 50 yaşa olan uşaqlarla xidmət görürük. Onlara sosial pedaqoq, loqotik və terapevt fəaliyyəti həyata keçirilir. Burada həm sağlamlıq və uşaqlarla məşğul Xahiş edirəm ki, yaxın gələkdən dadına da baxaq, bunlar səhər-səhər hazırlanır. Aybər xanım bizim kulinaristdir, təlimçidir, özü həssas əhali qrupundandır. Vaxtilə bizim təlimlərdən yararlanır, benefisiar olub 2 il mərkəzdə. Sonra artıq 2-dən təmin olunmuş mərkəz tərəfindən artıq özünün tələbələri var, özünün şagirdləri var və mərkəzdə fərqli təlimçi kimi fəaliyyət göstərir və mən çox xahiş edirəm qonaqlarına ki, inşallah dadına baxaq. Məncə çox dadlıdır. İnşallah siz də dadına baxın. Orhan, Orhan. Eyvallah.
gəlir. Bəli, seans olur, psixoloq xidməti olur, daha sonra təlim Gəlməyə müsafirin adamın yanında da neyini? hələ ki təbliğ vasitəsi yoxdur, amma yaxın vaxtda bəli, biz artıq Ne kadar bu günlüklərə vermək. Xeyr, qətiyyən olar bişir. Xüsusi sobada bişir, hazırlanır. İşləndikdən sonra bişir. Bəli. Süzmə. Emalatxanalarımız var. Təlim otaqları. Bəli. Dost İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzi Qarabağ Dost Evi tərəfindən təşkil olunan İnkluziv Yaradıcılıq yarmarkasında salamlayırıq. Qeyd edək ki, tədbir Ağdam rayon İcra Hakimiyyəti və Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin dəstəyi ilə keçirilir. İndi isə İlk olaraq sözü Ağdam rayon İcra Hakimiyyətinin başçısının birinci muavini Fəqani müəllimi vermək istəyirik. Buyurun Fəqani müəllim. Değerli tedbir iştirakçıları, bu günleri bölgemiz için hakikaten de əlamətdar bir gündür. Ona göre ki, söz yok ki Ağdam rayonunda son illerde silsile tedbirler keçirilir. Ancak bugünkü tedbir diğer tedbirlerimizden fərqlənir. Bu fərq ondan ibarət ki, hər birimizin bildiyi kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Dost İnkluziv İnkişaf Yaradıcılıq Mərkəzi hər birimizin bildiyi kimi 22 oktyabr 2021-ci il tarixdə Ölkə Prezidenti Cənab İlham Əliyevin, birinci xanım Mehriban xanım Əliyevanın və onların övladları Leyla xanımın iştirakı ilə açılışı olmuşdur. Birinci xanım Mehriban xanımın bilavasitə təşəbbüsü ilə yaradılmış bu Dost Evi, Dost İnkluziv İnkişaf Mərkəzi xüsusən fərqlənir ona görə ki, bilavasitə şəhid ailələrinin, şəhidlərimizin övladlarına, müharibə zamanı əlil olmuş insanlarımıza və onların övladlarına, valideynlərini itirmiş və valideyn himayəsində məhrum olmuş uşaqlara xidmət göstərməkdədir. Dost Qarabağ evinin bilavasitə silsilə tədbirlərinin davamı olaraq bu tədbirin Ağdamda keçirilməsi həqiqətən də aztəminatda olan ailələrdən olan uşaqlarımız üçün, sağlamlığını itirmiş uşaqlarımız üçün çox böyük töhfə verməkdədir və ümidvarıq ki, bu tədbirlərimiz davamlı olacaq və bu işdə hər birimizə uğurlar arzulayırıq. Çox sağ olun, təşəkkür edirəm. Növbəti çıxış üçün söz Qarabağ Dost Evinin rəhbəri Kamran Kamranlını dəvət edirik. Buyurun. Hörmətli tədbir iştirakçıları, hər kəsə salamlayırıq. Biz Dost İnkluziv İnkişaf Yaradıcılıq Mərkəzi, Fəqani müəllim hər tərəfli dediyi mərkəz haqqında və mərkəz
Bərdədə Qarabağ Dost Evi İnkişaf Yazıq Mərkəzinin Qarabağ Dost Evi şöbəsi Bərdə şəhərində Qarabağ Regional Dost Mərkəzinin inzibati binasında yerləşir və həssas əhali qrupuna xidmət göstərir və biz həm Bərdədə yerləşsək də Ağdam rayonuna və digər ətrafda olan rayonlara xidmət göstərir. Bu günləri bu yarmarkanı təşkil etməkdə məqsəd həssas əhali qrupunda olan şəxslərin yaradıcılıq potensialının nümayiş etdirilməsi, onların yaradıcılıq potensialının insanlara çatdırılması və nümayiş etdirilməsi daşıyır məqsədimiz və İnklüziv Yaradıcılıq Mərkəzi bizim mərkəzi rəhbəri tərəfindən qarşıya qoyulan hədəflərdən də ən başlıca biri odur ki, bölgədə inklüzivliyi təşviqi ilə bağlı məqsədyönlü tədbirləri həyata keçirmək. Bugün Ağdam rayon İcra Hakimiyyətinin partisine təşəkkür edirəm. Xəqani müəllimə təşəkkür edirik ki, bu cür şəraiti yaratmaqda, bu və həssas əhali qrupunun əl işlərinin və xidmətlərimizin nümayiş olunmasına dəstək olduqları üçün biz onlara sizlərin qarşısında təşəkkür edirik, minnətdarıq və bizim xidmətlərdən yaranmaq istəyən həssas əhali qrupunu dəvət edirik, bizim stenddə yaxınlaşa bilər və stenddə onlara məlumatlar bilinəcək. Təşəkkür edirik. Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbəri Şəbnəm xanıma verir. Buyurun Şəbnəm xanım. Xəqani müəllim, hörmətli tədbir iştirakçıları, hər birinizi salamlayıram. Mən də Uşaq və Ailələr Dəstək Mərkəzinin fəaliyyətindən istəyərdim məlumat verir sizə. Biz də ailələrlə, həssas təbəqələrlə, əlilliyi olan uşaqlar və uşaqların valideynləri ilə işlər aparırıq və bu istiqamətdə çox böyük təşəkkürümü cənab Həsənova bildirəcəm ki, o Ağdam rayon İcra Hakimiyyətinin də sıx əməkdaşlıq edərək, onların dəstəyi ilə biz bu fəaliyyətləri həyata keçirdirik və bu istiqamətdə ailə səfərlərimiz olub, uşaqların, əlil uşaqların müəyyən problemləri, təhsil problemləri, sosial problemləri ilə yaxından tanış oluruq və bu istiqamətdə addımlar atılır. Biz tədbirlər həyata keçirdirik və valideynlərin maariflənməsi üçün, uşaqların gələcək potensialının inkişaf elətdirilməsi üçün, gələcək həyatında onlar müəyyən mövqe tutmaları üçün biz yenə də qeyd eləmək istəyirəm, rayon İcra Hakimiyyətinin dəstəyi ilə tədbirlər keçirdirik və bu tədbirlərdə valideynlərimizi kifayət qədər məlumatlandırırıq, maarifləndiririk və bu bizim fəaliyyətimizin sadəcə bir hissəsi olaraq qeyd etmək istəyirəm. Və təşəkkür edirəm Xəqani müəllimə, təşəkkür edirəm Kamran müəllimə və valideynlərə buradan səslənmək istəyirəm ki, uşaqlarınızın, əlil uşaqların xüsusilə bu əl işləri ilə tanış olun və həqiqətən də bu fəaliyyətlərdən o uşaqları çəkindirməyin, çalışın siz də öz övladlarınızı bu cür dövlətimizin yaratdığı şəraitlə məşğul olmağa, bu işləri öyrənməyə və gələcəkdə öz belə deyim, kiçik bizneslərini qurmaq üçün siz də öz uşaqlarınızı bu imkanlardan yararlanmağa dəvət edin. Çox sağ olun, minnətdaram hər biriniz. İşlər başa çatdı. İndi isə proqramımıza uyğun olaraq bədii hissəyə keçirik. Bizim təlimçi.
Herkes vətəniyyən, herkes vətəni sevməsə insan deyil əsla. İnsan olan uyan cismdə həm canı vətəndir.